Salamlayıram hər kəsi. Mən İlqar Hüseynov, kimya müəllimi. Bu gün hər kəsə maraqlı olan, hər kəsi maraqlandıran bir sualın cavabını deyəcəm. Deməli, əziz 9-cu sinif şagirdləri, hər biriniz hazırlıq üçün yazırsınız, maraqlanırsınız. Lakin mənim 9-cu siniflər üçün hazırlığım avqust ayından deyil, sentyabr ayından başlayacaq. Bunun əsas səbəbi sizlər yeni proqramlar, yeni dərsliklər əsasında 7-ci, 8-ci siniflərdə yeni proqramlar, yeni dərsliklər əsasında dərslər keçdiyiniz üçün sizin proqramla, sizin öyrənmiş olduğunuz materiallarla hazırki, yəni cari ildə olan 10-cu və 11-ci sinif şagirdlərinin materialları üst-üstə düşmür. Yəni siz artıq 11-ci sinif olduqda yeni dərsliklər əsasında hazırlanmış suallardan imtahan verəcəksiniz. Ona görə sözü çox uzatmaq da istəmirəm. Ona görə siz artıq sırf yeni dərsliklər əsasında qəbul imtahanına hazırlaşmalısınız. Mən bugün 9-cu siniflər üçün hazırlamış olduğum, deməli, bu dərs vəsaiti, dərs vəsaiti deməyim, hazırlıq vəsaiti, çünki kitab deyil, sadəcə hazırlıq vəsaiti bir konspekt. Bu konspekt əsasında ilk dərsi izah edəcəm. Qeyd eləmək istəyirəm, bu dərs həm 7-ci siniflər, həm 8-ci siniflər üçün faydalı sayıla bilər. Elə isə çox vaxt ötürmədən keçək, 9-cu sinif hazırlıq proqramımızın ilk dərsi olan kimya. Kimya nəyə öyrənilir, kimya bizə nə üçün lazımdır? Yoldaşlar, bir məna olaraq bilmək lazımdır ki, kimya təbiət elmlərindən biri olub, təbiətdə mövcud olan maddələr, bax burada tərifini də vermişik. Kimya təbiətdə mövcud olan maddələr, onların tərkibini, onların quruluşunu, maddələrin alınma üsullarını, maddələrin xassələrini, maddələrin bir-birinə çevrilmələrini və bu çevrilmələr zamanı müşahidə olunan hadisələr haqqında elmdir. Məsələn, bax bu dediyimiz bu tərifi, yəni yazaq. Məsələn, kimya dedik ki, maddələr. Tutaq ki, bir maddə götürürəm, H2O. H2 olmasın, hamımızın çox yaxşı tanıdığımız olsun, məsələn, sulfat turşusu, fərqi yoxdur. Bax, kimya öyrənir sulfat turşusunu. Sulfat turşusunun tərkibini, bunun həm keyfiyyət tərkibindən söhbət gedə bilər, həm kəmiyyət tərkibindən söhbət gedə bilər. Keyfiyyət tərkibi odur ki, burada hidrogen atomu, kükürt atomu, oksigen atomu. O cümlədən kəmiyyət tərkibi 2 hidrogen atomu, 1 kükürt atomu, 4 oksigen atomu. Və bunları öyrənir. Sonra kimya dedik ki, maddələrin quruluşunu. Məsələn, sulfat turşusu deyəcək ki, 2 əsaslı turşudur. Onun quruluş formulu bu şəkildədir. İndi sadəcə sizə görə sadə yollarını danışıram. Onların alınma üsulları, məsələn, sulfat turşusu sənaydə kontakt üsulu ilə alınır. Ən sonda SO3 üzərinə gəlsin H2O, məsələn, alınır H2SO4. Məsələn, bundan danışa bilərik. Sonra kimya həmin maddələrin xassələrini, məsələn, bu ola bilər fiziki xassə, ola bilər kimyəvi xassə. Kimyəvi xassə dedikdə nələr nəzərdə tutulur? Kimyəvi reaksiyalar. Məsələn, mis tutaq ki, üzərinə gəlsin duru sulfat turşusu. Biz artıq bu dərsi keçəndə deyəcək, bu reaksiya getmir, lakin mis qatı sulfatla alınır mis SO4, üzərinə gəlsin SO2, üzərinə gəlsin su. O cümlədən kimya maddələrin bir-birinə çevrilmələrini, məsələn, tutaq ki, natrium xlor, bunun üzərinə sulfat turşusu əlavə eləsən, buradan alınacaq. Sulfat turşusu qüvvətli turşudur, xlorid turşusunu sıxışdırıb çıxardır. Burada alınacaq natrium 2SO4, üzərinə gəlsin xlorid turşusu. Və dedik ki, kimya maddələrin bir-birinə çevrilmələrini öyrənən elmdir. Yəni, bu ümumi belə bir məlumat vermək məqsədi ilə danışdım sizə. Yoldaşlar, kimya digər elmlərlə, məsələn, biologiya, fizika, tibb, coğrafiya və digər elm sahələri ilə sıx qarşılıqlı əlaqədə olan bir elmdir. Kimyanı biz bilməliyik. Kimya, məsələn, ətrafımızda olan hər bir şey demək olar ki, kimyadır. Necə? Plastik kütlələr olsun, sintetik kauçuklar, liflər, dərman maddələri, boyalar, laklar, yapışdırıcılar, gübrələr, sabun və sintetik yuyucu vasitələr. Bunlar hər biri kimya sahəsinin, kimya sənayesinin məhsullarıdır. Yəni, kimya bizim üçün lazım olan ən vacib elmlərdən biridir. İndi isə yoldaşlar, kimya haqqında ilk dərsimizdə kimyaya giriş edəndə bəzi məlumatlar var, onları bilmək lazımdır. Belə ki, deyirik ki, təxminən eramızdan əvvəl 2500-2600 il əvvəl Yunan filosofları maddələrin hava, od, su və torpaq kimi 4 müxtəlif elementdən, yəni müxtəlif toxumalardan ibarət olduğu fikrini, iddialarını irəli sürmüşdülər. Ümumiyyətlə, yoldaşlar, bəs maddə nədir? Deyirik ki,
fiziki cisimlər nədən ibarətdirsə, onlar maddə adlanır. Və qədim Yunan filosoflarına görə maddə özü 4 müxtəlif elementdən ibarətdir. Bunları bilmək lazımdır. Hansı maddə nədən ibarətdir? Onların fikirlərinə görə maddələr hava, su, od və torpaq kimi müxtəlif elementlərdən və yaxud belə deyək, toxumalardan təşkil olunmuşdur. Sonra burada bəzi tarixi məlumatlar var. Belə ki, məlumat verilir ki, eramızdan əvvəl 5-ci əsrdə Demokrit maddənin atom adlı bölünməz zərrəciklərdən əmələ gəldiyi fikrini irəli sürdü. Növbəti dərslərimizdə artıq atom haqqında müəyyən məlumatları öyrənəcəyik, müəyyən mövzuları keçəcəyik, narahat olmayın. Sadəcə ilk dərsimizdə biraz tarixi, biraz əzbərçi məqamları bilmək lazımdır. Ona görə izah edirəm, fikriniz burada olsun. Sonra 7-ci əsrdə isə Cabir ibn Həyyan adlı bir şəxs, belə deyək, bir alim maddəni elmi metodlarla araşdırmışdır. O maddəni elmi metodlarla araşdıran ilk alimlərdəndir. Cabir ibn Həyyanı qərbdə Geber adı ilə də tanıyırdılar. Yoldaşlar, o ilk dəfə qarışıqların ayrılma üsulları olan distillə, kristallaşdırma kimi metodlardan istifadə etmiş, o cümlədən metal, spirt kimi anlayışların tərifini vermişdir. Və burada əzbərçi məqamlar çoxdur. Yadınızda saxlamağa çalışın. Sonra, amma yoldaşlar, qeyd edək ki, kimyanın bir müstəqil elm kimi formalaşması isə artıq 16-cı, 17-ci əsrlərdən formalaşmağa başlamışdır. İlk dəfə isə elmi metodla atom, element və maddənin tərkibi haqqında elmi əsaslar və yaxud da belə deyirik, atom-molekul təlimini ilk dəfə elmə sürən alimin adı John Daltondur. Yoldaşlar, bunun əsasında sonraki dövrlərdə atomun tərkibi, elementlərin növləri, kimyəvi birləşmələr, çevirmələr haqqında yadınızda saxlayın yeni biliklər formalaşdı. Yəni, bu slaydda sizin bilməli olduğunuz əsas məqamlar nələrdən ibarətdir? Yunan filosoflarına görə maddə 4 element, hava, su, torpaq və od adlanan 4 element, 4 toxumadan ibarətdir. Atomun bölünməz zərrəcik olduğu fikir kimə məxsusdur? Demokritə. Qərbdə Geber adı ilə tanınan alim Cabir ibn Həyyan, o ilk dəfə olaraq qarışıqların ayrılma üsullarına olan distillə, kristallaşdırma kimi metodlardan istifadə etmişdir. O cümlədən metal və spirt kimi anlayışların təriflərini vermişdir. Sonra ilk dəfə elmi metodla isə atom, element, həmçinin maddə tərkibi haqqında müəyyən məlumatları birləşdirərək atom-molekul təliminin əsası isə yoldaşlar yadınıza saxlayın John Dalton tərəfindən verilmişdir. Yəni, belə məsələn nəzəri suallar düşə bilər. Həmin o nəzəri suallara cavab vermək üçün bax bu slaydı, bu məlumatları bilmək lazımdır. Hansı ki, bunlar bizim dərsliklərimizdə qeyd olunur. Davam edək yoldaşlar. Sonra yenə bəzi alimlərin kimya fənninə, kimyanın bir elm kimi formalaşmasına qatdığı fikirlərdən danışsaq, Lomonosov və Lavoisier kimi alimlər maddə kütləsinin saxlanması qanunu irəli sürdü. Vaxtı gələndə danışacağıq. Bundan sonraki dərslərimizdə hələ ki, belə kiçik bir məlumat verir. Maddə kütləsinin saxlanması qanunu nədir? Reaksiya daxil olan maddələrin kütlələri cəmi, alınan maddələrin kütlələri cəminə bərabər olmalıdır. Və maddə kütləsinin saxlanması qanunu Lomonosov və Lavoisier kimi alimlər tərəfindən irəli sürülmüşdür. Amedeo Avogadro isə mol anlayışının təməlini qoymuşdur. Mol anlayışı onun adı ilə bağlıdır. Sonra Berzelius və Wöhler kimi alimlər isə üzvü və qeyri-üzvü kimya anlayışlarını elmə gətirmişdir. Mendeleyev isə elementlərin dövrü sistem cədvəlinin formalaşmasında müəyyən xidmətləri olmuşdur. Yəni, yoldaşlar, qeyd etmək lazımdır ki, müasir dövrdə kimya elmi sürətlə inkişaf eləmiş inkişaf etməkdədir. O cümlədən, üzr istəyirəm, kimyanın bir elm kimi formalaşmasında, bax, bu adları çəkdiyimiz alimlərin rolu danılmazdır. Bir daha deyək, Lomonosov və Lavoisier maddə kütləsinin saxlanması qanunu, Amedeo Avogadro mol anlayışı, Berzelius və Wöhler qeyri-üzvü, üzvü kimya anlayışlarını elmə daxil edilmişdir. Kimyəvi elementlərin dövrü sistem cədvəli isə Mendeleyev tərəfindən verilmişdir. O cümlədən əvvəlki slayda qayıtsaq, atom adlı bölünməz zərrəcin olduğu Demokrit tərəfindən irəli sürülmüşdür. Cabir ibn Həyyan distillə kristallaşdırma üsullarından istifadə etmiş, metal və spirt anlayışlarının tərifini vermişdir. Qərbdə onu Geber adı ilə tanıyırdılar. Atom-molekul təliminin irəli sürən isə John Dalton olmuşdur. Və bu alimlərlə bağlı bu fikirləri bilmək lazımdır. Yoldaşlar, kimyanın
kimya elmi dayanmadan inkişaf edən bir elmlər sırasındadır. Və kimya sahəsində yeni belə deyək, kəşflər olunduqca da, digər elmlər kimi kimya sahəsində yeni bir kəşflər olunduqca bu kəşfləri eləyən alimlərə Nobel mükafatları verilmişdir. Məsələn, kimya sahəsində Nobel mükafatları alan şəxslər Maria Curie, Nikolay Semyonov və Əziz Sancarı misal göstərmək olar. Maria Curie radioaktivlik sahəsindəki kəşflərinə görə bu xanım həm fizika, həm də kimya sahəsində yoldaşlar Nobel mükafatı almışdır. Nikolay Semyonov kimyəvi reaksiyaların zəncirvari mexanizm nəzəriyyəsinin inkişafını irəli sürmüşdür. Yoldaşlar, əslində bunları bilməyə ehtiyac yoxdur. Sizin kitabınızda bu haqda geniş məlumatlar verilməyib. Əlavə məlumatdır. Sadəcə olaraq bilmək lazımdır ki, kimya sahəsində Nobel mükafatına layiq görülən alimlər bizdən soruşsalar, Maria Curie, Nikolay Semyonov və Əziz Sancarı misal göstərmək olar. O cümlədən yoldaşlar, Azərbaycanda bizim ölkəmizdə də kimya sahəsində, kimya elminin inkişaf eləməsində bir sıra alimlərin rolları əvəz olmaz müstəsna xidmətləri olmuşdur. Bunlara məsələn alimlərimiz, akademiklərimiz Yusif Məmmədəliyev, Xudu Məmmədov, Murtuza Nağıyev və başqalarını, o cümlədən Rəfiqə xanım Əliyevanı da misal göstərmək olar. Yoldaşlar, biz Azərbaycan neft ölkəsidir. Ölkəmiz neft ölkəsi olduğu üçün kimya sahəsində tədqiqatlara xüsusi önəm verilir. Hamımızın tanıdığı məşhur akademikimiz Yusif Məmmədəliyev kimya sahəsində, neft kimyası və üzvü kataliz sahəsində görkəmli alim olmuşdur. Xudu Məmmədov neftin kimyəvi emalı, o cümlədən Murtuza Nağıyev polimer kimyası sahəsində görkəmli işlər həyata keçirmişdir. Hətta yoldaşlar yadınızda saxlayın, Yusif Məmmədəliyev deməli Nobel mükafatına layiq görülsə belə, o Nobel mükafatını ala bilməmişdir. Məhz bunun səbəbi də mənfur düşmənlərimiz olan ermənilərin rolu orada olmuşdur. Ona görə o Nobel mükafatı ala bilməmişdir. Yusif Məmmədəliyev haqqında mən əlavə video çəkmişəm, onu da sizə göndərəcəm, orada baxarsınız. Belə, yəni soruşurlar, testlərdə verirlər. Azərbaycanda məsələn açıq suallar kimi ola bilər. Nə desəz? Yəni bunları yazsaz sizə kifayətdir. Yoldaşlar, bir də bir şey qeyd edeyim. Bu yeni dərsliklər əsasında hələ ki bizim əlimizdə test bankı yoxdur. Sadəcə olaraq orta məktəb səviyyəsində tərtib olunmuş test kitabçaları var. Yəni lakin o kitabçalar biraz sadə formadadır. O kitabçalarla qəbul imtahanına hazırlaşmaq biraz deməli absurd bir məsələdir. Yəni testlərini işləmək olar, amma qəbul imtahanına hazırlaşmaq üçün birinci növbədə bizim yeni dərsliklərimizdə olan cümlələri siz nöqtə vergülünə qədər oxumalısınız, analiz eləməlisiniz, yadınızda saxlayıb və əzbərləməlisiniz. Ona görə yeni dərslikdə olan materialları nöqtə vergülünə qədər oxuyun. Bir özünüzə sual verin, niyə belə oldu, bəlkə özümdən əlavə araşdırım və s. Yəni yeni dərsliklər sizin üçün əsas budur. Sizin 11-ci sinifdə yeni dərsliklər əsasında imtahan verəcəksiniz, suallar da bu kitabdan düşəcək. Hal-hazırda əlimizdə vəsait olmadığına görə, daha doğrusu test vəsaiti olmadığına görə biz kitabımızda nə var, onu nöqtə vergülünə qədər öyrənməliyik. Davam eləyək. Yoldaşlar, kimya sahəsini bilməklə, kimya fənnini bilmək bizə nəyi verə bilər? Biz gələcəkdə hansı sahələrdə çalışa bilərik? Ən sadə nümunə, kimyanı bilən bir şəxs ali məktəbdə deməli pedaqoji fəaliyyətlə, pedaqoji ixtisasda oxuyur, kimya müəllimliyi məsələn oxuyur, orta məktəbdə kimya müəllimi kimi fəaliyyət göstərə bilər. Kimya fənnini bilən insan zavodlarda, fabriklərdə kimyaçı mühəndis kimi fəaliyyət göstərə bilər. Kimya fənnini bilən insan elmi tədqiqatçı ola bilər. Yəni institutlarda, elmi tədqiqat müəssisələrində, elə universitetlərin özündə elmi tədqiqatla, yəni yeniliklə, kimya sahəsində yeni işlərlə məşğul ola bilər. Sonra kimyanı bilən şəxs kimyaçı, texnoloq işləyə bilər və s. Bu da kimyanın bizə qatdığı sahələr, yəni hansı sahələrdə, kimyanı bilməklə biz gələcəkdə hansı sahələrdə işləyə bilərik. Davam edirik yoldaşlar. Laboratoriya avadanlıqları, yəni biz bu dərsimiz 7-ci sinif dərsinə əsaslanır, bu keçdiyimiz mövzu. Orada laboratoriya avadanlıqları və laboratoriya davranış qaydaları haqqında məlumat var, onları bilməliyik. Yoldaşlar, bizim bilməli olduğumuz laboratoriya avadanlıqlarını, məsələn, birincisi qollu tərəzi, adından da göründüyü ki, maddənin kütləsini ölçmək üçün istifadə oluna bilər. Məsələn, qollu tərəzi yoldaşlar, bura çəki daşları əlavə olunur. Məsələn, tutaq ki, bura hər hansı bir maddə almışıq, maddəni əlavə elədik, amma kütləsini bilmirik. Bura çəki daşları olur yoldaşlar, 5 kilo, məsələn, 5 kilo yox, 5 qram,
10 qram, 15 qram, 20 qram. Həmin çəki daşlarını bura qoyuruq. Tutaq ki, bir dənə 5 qramlıq əlavə eləmişik, bir dənə 15 qramlıq. Tərəzi gəlib tarazlıqda dayandıqda deyəcək burada olan maddənin kütləsi məsələn 15 qram imiş. Tutaq ki, yəni bu qollu tərəzi. Sonra yoldaşlar ştativ. Ştativin əsas məqsədi nədir? Ştativ bilirsiniz ki, yəni gövdə deməkdir də. Ştativ yoldaşlar kolbanı, sınaq şüşəsini, avadanlıqları bərkitmək üçün istifadə olunur. Hansı ki, bax o kolba tutaq ki, yumru dibli kolba olsun. Bax bu ştativə tutaq ki, yerləşdirilir. Yəni düz saxlamaq məqsədi ilə. Sonra yoldaşlar spirt lampası. Laboratoriyada maddələri qızdırmaq üçün spirt lampasından istifadə olunur. Məsələn, bu qabın içərisinə əlavə eləmişik, tutaq ki, kalsium karbonat. Ştativin burasına da gətirdik, qoyduq. Məsələn, spirt lampası. Spirt lampasını yandırdıq. Bu zaman spirt lampası vasitəsilə deməli kalsium karbonat istiliyin təsir edir. Kalsium karbonat parçalanmağa başlayır. Qabıda qalır kalsium oksid, karbon qazı da uçur gedir. Yəni spirt lampasından istifadənin əsas məqsədi maddələri qızdırmaq üçün istifadə oluna bilər. Sonra yoldaşlar elektron tərəzi adından da göründüyü kimi maddələrin kütləsini daha dəqiq ölçmək üçün istifadə olunur. Yəni hazırda elektron tərəzilər qollu tərəziləri əvəz edir. Sonra yoldaşlar 3 ayaq nədir? 3 ayaq yenə əslində mən bunu doğru ifadə eləmədim. Maddəni qızdırmaq üçün məsələn 3 ayaqdan biz bayaqki məsələn tutaq ki kolbadır. Məsələn onu məsələn bax qızdırılma zamanı qabı sabit saxlamaq üçün, qızdırdığımız qabı sabit saxlamaq üçün bu 3 ayaqdan istifadə olur. Spirt lampası qoyulur bura, qızdırılan qab isə qoyulur bunun üzərinə. Sonra yoldaşlar maddələri süzmək üçün məsələn qıfdan istifadə olunur. Menzurka fizikadan da bildiyiniz kimi mayeləri ölçmək üçün istifadə olunur. Sonra burada kimyəvi stəkanlar var. Məsələn, mayeləri bir-birinə qarışdırmaq, həll etmək, təxmini həcm ölçmək üçün məsələn kimyəvi stəkanlardan istifadə olunur. Hansı ki, bunların üzərində millilər qeyd olunur. Bu laboratoriya avadanlıqlarının ən azından adlarını bilməlisiniz mütləq şəkildə. Sonra yoldaşlar, məsələn, çini kasa var. Çini kasa nədir? Tutaq ki, bura çox isti bir maddəni qoya bilərsiniz. Bu çini kasa çox bərk materiala malikdir. Sonra qoruyucu ilə kimyəvi reaksiyalar, kimyəvi proseslər aparan zaman mütləq şəkildə gözlərimizi qorumaq üçün qoruyucu eynəkdən istifadə edə bilərik. Sonra yoldaşlar, yassı dibli kolba var, yumru dibli kolba var. Yassı dibli ilə yumru dibli elə bizə xüsusiyyətləri lazım deyil, sadəcə adlarını bilmək lazımdır. Müəyyən həcmdə məhlul hazırlamaq üçün yüksək dəqiqliklə yassı dibli kolbadan istifadə oluna bilər. Sonra yoldaşlar Eyler-Meyer kolbası var. Mayələrin qarışdırılması, qızdırılması və saxlaması üçün istifadə olunur. Sonra bildiyiniz kimi ayrıcı qıf. Ayrıcı qıfdan hələ ki danışaq, gələcəkdə biz qarışıqların ayrılmasında, məsələn, hansı üsulda? Durultma üsulunda ayrıcı qıfdan istifadə edirik. Durultma üsulunda. Məsələn, bu ayrıcı qıfa nə əlavə edirik yoldaşlar? Yağ üzərinə gələn su qarışığına ayrıcı qıfa əlavə edirik. Bu zaman suyun sıxlığı yağın sıxlığından çox olduğuna görə yağ üst təbəqəni, su isə alt təbəqəni əmələ gətirəcək. Buradan ayrıcı qıfın kranını açdığımızda su hissəcikləri buradan süzüləcək. Ən sonunda yağ hissəcikləri gəlib burada qalanda kranı bağlayacağıq. Bu zaman biz su ilə yağı bir-birindən ayrılmış olacaq. Sonra yoldaşlar sınaq şüşəsi üçün ştativ. Məsələn, bax bu ştativ budur. Bax bu sınaq şüşəsi üçün ştativ bax budur. Yəni sınaq şüşələrini ştativin içərisinə qoyaraq düz saxlaya bilərik. Sonra şüşə çubuq, məsələn, məhlulları bir-birindən qarışdırmaq üçün şüşə çubuqdan istifadə oluna bilər. Sonra digər bir laboratoriya avadanlıqları, məsələn, yoldaşlar qısqac. Qısqac maddəni bərkitmək üçün istifadə olunur. Məsələn, ştativə bərkitmək üçün tutaq ki, bax qısqaclardan istifadə, bu özü bir qısqacdır. Ştativə bərkitir. Maddəni sabit saxlamaq üçün, sınaq şüşəsində olan maddəni sabit saxlamaq üçün istifadə oluna bilər. Sonra yoldaşlar yuma qabları. Bunun içərisinə distillə suyu əlavə olunur. Yəni qabları yumaq üçün istifadə olunur. Sonra soyuducu. Məsələn, distillə prosesində soyutmanı təmin etmək məqsədi soyuducu. Soyuducunun bir tərəfindən soyuq su daxil olur, bir tərəfindən isti su ayrılır. Soyuducuda hansı proses həyata keçirilir yoldaşlar? Kondensləşmə prosesi həyata keçirilir. Yəni buxarın mayeyə çevrilməsi baş verir. Sonra yoldaşlar burada pipetkalar var, damcı əlavə eləmək üçün. Sonra büretlər var. Büretlərlə məsələn titrləməni həyata keçirə bilərik. Burada da qeyd olunur titrləmə. Sonra çini şpatel, qısqac. Qısqac da məsələn tutaq ki, bu məsələn sınaq şüşəsidir, çox istidir, əlimizi yandırmasın deyə həmin sınaq şüşəsini qısqac vasitəsilə tuta bilərik. Bu da bu. Sonra yoldaşlar, laboratoriyada təhlükəsizlik qaydalarını bilmək bizim üçün əsas şərtlərdən biridir.
Yadınızda saxlayın, birinci növbədə laboratoriya otağına, yəni biz məsələn, kimyəvi reaksiya apardığımız otaq belə deyil, laboratoriya otağı. Laboratoriya otağında, laboratoriya işini yerinə yetirərkən yemək yemək, su içmək qadağandır. Yəni, bunlar əlavə məlumatlardır. Bu işarənin mənası odur ki, laboratoriya otağında yemək olmaz, su olmaz, çay olmaz. Sonra yoldaşlar, siz laboratoriya otağında qapıların arxasında və yaxud da kimyəvi maddələr olan şkafların üstündə bax, bu işarəni görə bilərsiniz. Bu işarə zərərli maddə işarəsidir. Və yaxud da yoldaşlar, heç orada yox. Adicə həmin maddənin saxlandığı qab olur. Kimyəvi maddənin saxlanılan qab. Həmin qabın içərisində, yəni bax, bu işarə olur. Yəni, bu işarə o deməkdir ki, bu maddə zərərli maddədir. Onunla davranarkən ehtiyatlı olmaq lazımdır. Həmin maddəyə yalın əllə, yəni çılpaq əllə toxunmaq olmaz. O maddəni özünüzdə maksimum dərəcədə uzaq tutmaq lazımdır. Sonra yoldaşlar, kimyəvi maddələri iyləmək üçün yadınızda saxlayın. Heç vaxt sınaq şüşəsini birbaşa burnunuza yaxınlaşdırmayın. Maddə zərərli ola bilər. Bunu maddənin iyisini hiss eləmək üçün ehtiyatlı olmaq lazımdır. Necə? Bax, sınaq şüşəsini burun hissəmizdən nisbətən aşağıda saxlayırıq əlimizdə və digər əlimizlə sınaq şüşəsini elə bir bax, özümüzə doğru. Sınaq şüşəsini əlimizlə özümüzə doğru həmin maddəni buxarlandırmaq lazımdır ki, biz burnumuz vasitəsilə həmin iyini hiss eləyək. Çox yaxından eləmək olmaz. Sonra yoldaşlar, bu işarə olan, məsələn, kimyəvi bir qabdır, üzərində bu işarə var, yəni bu yanıcı maddə işarəsidir. Deməli, bu maddəni alovdan, istilikdən, sonra spirt lampası olan şeydən uzaq tutmaq lazımdır. Məsələn, yoldaşlar, burada hansı təhlükəsizlik qaydalarını öyrəndik? Birinci bu, laboratoriya otağında yemək içmək olmaz. İkinci bu nədir? Zəhərli maddə işarəsi, yəni həm bu işarə olan maddə ilə qabla ehtiyatlı davranmaq lazımdır. Sonra üçüncü bir qayda nəyi öyrəndik? Sınaq şüşəsini birbaşa burnumuza yaxınlaşdırıb qoxlamaq olmaz. Onu burnumuzdan, ağız hissəmizdən nisbətən aşağıda saxlayırıq. Digər əlimizlə sınaq şüşəsində olan buxarları burnumuza doğru istiqamətləndirmək lazımdır. Yoldaşlar, bu işarə nədir? Bu isə yanıcı maddə işarəsidir. Yəni, bu tip maddələri alovdan, oddan, spirt lampasından uzaq tutmaq lazımdır. Davam edək yoldaşlar, laboratoriyada təhlükəsizlik qaydaları. Laboratoriyada digər bir təhlükəsizlik qaydaları yadınızda saxlayın. Laboratoriya işi zamanı mütləq şəkildə istənilən laboratoriyada xələt geyinməlidir. Ağ xələt, yəni buna deyil laboratoriya xələti, yəni maddənin iyisi qoxusu bizim üzərimizə çökməsin deyə. O cümlədən maddə qırıla bilər, dağıla bilər, partlaya bilər. Bu zaman paltarımız, üst geyimimiz batmasın deyə. O cümlədən yoldaşlar rezin əlcəklərdən istifadə etməli, həmçinin qoruyucu eynəklərdən də istifadə etməliyik. Bəzən saçımıza da xüsusi salafanlar olur, onları taxmağımız da yəni iyinin qoxunun bizim saçımıza getməməsi üçün yaxşı bir haldır. Deməli, laboratoriyada iş zamanı mütləq şəkildə xələt geyilməlidir, əlinizdə rezin əlcək olmalıdır və gözünüzdə eynək olmalıdır. Bəzən saçımıza, başımıza belə deyək, o salafanı da taxa bilərik. Sonra yoldaşlar, yadınızda saxlayın, laboratoriyada istənilən bir maddənin üzərində mütləq şəkildə etiket olur. Həmin etiketin üzərində maddənin adı qeyd olunur. Əgər siz hər hansı bir, tutaq ki, köhnə bir məktəbdir, məktəbinizdə girmişsiniz laboratoriya otağına, görürsünüz sadəcə belə laboratoriya qabları var. Amma laboratoriya qabının üzərində etiket yoxdur. Yoldaşlar, həmin maddələrdən istifadə etmək olmaz. Bəlkə bunun içərisində zərərli maddə var. Bəlkə əlini vurasın, əlini yandırar. Yəni, arzu olunmaz hallar baş verə bilər. Uzun sözün qısası. Əgər maddənin üzərində etiket yoxdursa, həmin maddələrdən uzaq durmaq lazımdır mütləq şəkildə. Sonra bir dənə davam edək yoldaşlar, bir dənə gözləyin. Deməli, davam edək. Davam edək uşaqlar, üzrü sayın. Adam gəldi, ona görə məcbur dayandırmalı oldum. Deməli, dedik ki, etiketsiz qablardan, istifadədən uzaq durmaq lazımdır. Sonra yoldaşlar, yerinə yetirərkən təcrübəni, məsələn, hər hansı bir kimyəvi reaksiya qoymusunuz, reaksiya gedir. Həmin o təcrübəni nəzarətsiz qoymaq olmaz. Daim təcrübənin yanında dayanmalısınız. Məsələn, temperatur arta bilər, tutaq ki, lampa sönə bilər, məsələn, pəncərəni tutaq ki, açmısınız, oradan gəlib nəsə düşə bilər. Yəni, ona görə kimyəvi təcrübəni qoymusunuzsa, mütləq şəkildə onun yanında olmalısınız, daim nəzarət eləməlisiniz.
Sonra kənar əşyalar, geyim, çanta, təcrübəyə və hərəkətə mane olan başqa yerlərə qoyulmalıdır. Yəni təcrübə stolunun üzərində geyim olsun, çanta olsun, belə şeylər olmamalıdır. Bir tək təcrübə masasının üzərində sizin təcrübələri qeyd etdiyiniz dəftəriniz, bir də qələminiz olmalıdır. Başqa heç bir şey, yəni kənar bir şey qoymaq olmaz. Davam edirik uşaqlar. Əgər yadınıza saxlayın. Tutaq ki, kimyəvi reaksiya qoymusunuz, xoşagəlməz bir təsadüfi hal baş verir. Bu zaman gözünüzə, dərinizə kimyəvi maddələr dəyərsə, bu zaman birinci növbədə həmin hissəni çoxlu təmiz su ilə yumaq lazımdır. Daha sonra mütləq şəkildə burada hakim düşüb, həkimə müraciət etməlisiniz. Əgər gözünüzə turşu xassəli maddə düşübsə, onu çoxluca sabunla yumalısınız. Çünki sabun özü əsasi xassəlidir. Həmin o turşunu neytrallaşdırır. Bu cümləni də yadda saxlayın. Yox, əgər əlinizə, gözünüzə əsasi xassəli maddə düşübsə, onu turşu xassəli bir maddə ilə əlinizi yumalısınız ki, bu ikisi bir-birini neytrallaşdırsın, onun təsiri azalsın. Sonra yoldaşlar, yanıcı, partlayıcı və zəhərli, o cümlədən kəskin iyli maddələr su və kanalizasiya sistemlərini atmaq olmaz. Bunların xüsusi zibil qabları olur, zibil konteynerləri ora yığmaq lazımdır. Onlar xüsusi olaraq ayrılmış qabları yığaraq belə maddələrin zərərsizləşdirilməsi ilə məşğul olan orqanlara təhvil vermək lazımdır. Yəni, kimyəvi reaksiyanı apardınız. İndi düzdür, orta məktəblərdə olan laboratoriyadakı maddələr təbii ki, zərərli deyil. Onları kanalizasiya sisteminə tökmək olar. Lakin yadınıza saxlayın, istənilən laboratoriyada kimyəvi maddəni su və kanalizasiya sisteminə tökmək olmaz. Sonra, yoldaşlar, kimyəvi maddələrlə zəhərlənmə halı baş verə bilər. Bu zaman yadınıza saxlayın. Otağın dərhal pəncərəsi, qapısı açılmalı, zəhərlənmiş insan açıq havaya çıxarılmalı və daha sonra həkimə, yenə hakim düşüb, həkimə müraciət etmək lazımdır. Kimyəvi reaksiyanı apardınız, işiniz bitdi, yadınıza saxlayın. Reaksiya bitdikdən sonra, yəni laboratoriya işləri bitdikdən sonra qızdırıcı cihazları mütləq buradan çıxarmaq lazımdır. O cümlədən qaz və su xətlərini mütləq şəkildə bağlamaq, elektrik avadanlıqlarını isə xətdən ayırmaq lazımdır. Yəni, laboratoriya, tutaq ki, bu gün gəldiniz laboratoriyada işlədiniz, evə gedirsiniz, heç bir şey yanlı, taxlı vəziyyətdə olmamalıdır. Su kranı bağlanmalıdır, qaz kranı bağlanmalıdır. Çünki təsadüfi bir hadisə baş verə bilər. Nəsə ola bilər, yəni bu da xoşagəlməz bir hala baş verir. Məsələn, su açıq qala bilər, tutaq ki, sizin laboratoriya 2-ci mərtəbədir, su daşar 1-ci mərtəbəyə. Belə halların baş verməməsi üçün laboratoriyada təhlükəsizlik və davranış qaydalarını bilmək lazımdır, yoldaşlar. Və ən əsas məsələlərdən biri, siz abituriyentsiz, şagirdsiniz, laboratoriyada tək işləməməlisiniz. Mütləq şəkildə təcrübəçi müəllimin, laborantın köməyi ilə laboratoriyada işləməlisiniz. Yoldaşlar, bu bizim ilk dərsimiz. Ümid edirəm müəyyən bir şeyləri az da olsa başa düşdük. Yəni, bu slayd bizə qısa məlumatları vermək məqsədinin hazırlanıb. Dərs zamanı slaydları hər birinizə göndərəcəm. Narahat olmayın. O cümlədən bizim hazırlıq vəsaitimiz var. Bu vəsait də sizə göndəriləcək. Burada bütün hər bir şey yığılıb. Bu bizim hazırlıq vəsaitimizin birinci hissəsidir. Məsələn, tutaq ki, bayaq danışdığımız hər bir şey burada sözbəsöz yığılıb. Slaydda da cümlə şəklində var. Yəni, bu konspekt bizim üçün əvəzolunmaz bir materialdır. Hər bir şey, kitabımızda olan bütün cümlələr, nöqtə vergülünə qədər burada yazılıb. Kitabımızda olan nə varsa, hər bir şey bizim konspektimizdə var. Yenə deyirəm, biz bilmirik, bizə imtahanda necə suallar gözləyəcək, çünki əlimizdə test bankımız yoxdur, təzə materiallar əsasında. Lakin kitabımız var, konspektlərimiz var. Mütləq şəkildə kitabları nöqtə vergülünə qədər oxumaq lazım. Kitablarda olan təcrübələri, nəticələrini bilmək lazım. Belə, bu material bizim üçün əvəzsiz bir vəsait olacaq. Bugünlük bu qədər, yoldaşlar. Növbəti dəfə, növbəti dərsində video izahını çəkib YouTube-a yerləşdirəcəm. Sentyabr ayından başlayacaq olan 8 və 9-cu siniflər, o cümlədən 7-ci siniflərdə istəsə qoşula bilərlər. 7, 8, 9-cu siniflər üçün hazırlıq qrupumuz sentyabr ayından başlayacaq. Sentyabr. Çox güman həftənin 3-cü və 5-ci günləri dərs tədris olunacaq. 3-cü və 5-ci günləri saat 20:00-dan 22:00-a qədər. Əlavə nəsə məlumat öyrənmək istəsəz, bizim 055 591 1075 WhatsApp nömrəsinə, o cümlədən Kimya İlqar Hüseynov Instagram hesabından bizimlə əlaqə saxlaya bilərsiniz.
Instagram. Həmçinin hesabımıza daxil olaraq bizim nəticələrimizlə də orada tanış ola bilərsiniz. O cümlədən Kimi İlqar Hüseynov WhatsApp kanalı ilə də orada paylaşdıqlarımızı görə bilərsiniz. Bugünlük bu qədər yoldaşlar. Kimin nəsə sualı olsa, nəsə kiçik səhvliklərimiz olsa videoda videonun kommentari hissəsinə bildirərsiniz. Nəzərə alın ki, yaydır. Vaxtımızdan ayırıb dərs izah edirik sizlər üçün. Sağ olun, salamat qalın.